Bizə deyirlər ki, bu uşaqlara sinif açılmayacaq, birinci sinif olmayacaq. Bu sadəcə körpə uşağının təhsil hüquqlarının pozulmasıdır. Ağdaşdan olan bir qrup valideyn Baku TV-nin qaynar xəttinə müraciət edib. Şikayətçilərin sözlərinə görə rayonun Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbində rus bölməsinin bağlanacağı bildirilir. Hazırda rus bölməsinə qəbul olan 21 şagirdin valideyni övladlarının aqibətindən narahatdır. Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, birinci sinifə qəbul prosesi elektron sistem üzərindən aparılır. Sinif komplektlərinin formalaşdırılması yalnız birinci sinifə qəbul prosesinin bütün mərhələləri yekunlaşdıqdan sonra həyata keçiriləcək. Müsahibə mərhələsi məktəblər tərəfindən təşkil olunan müsabiqə xarakteri daşımır. Bu mərhələ yalnız uşaqların seçilmiş tədris dili üzrə dil bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Müsahibədən uğurla keçən uşaqlar üçün 17 iyun tarixindən etibarən valideynlər tərəfindən məktəb və müəllim seçimi mərhələsinə başlanılacaq. Eyni zamanda birinci sinifə qəbul prosesi sentyabr ayınadək davam edəcək. Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə müraciətlərin qəbulu üçün də bu müddət ərzində imkan yaradılacaq. Bu səbəbdən valideynlərdən prosesin hər mərhələsini müəyyən edilmiş tarixlərə uyğun izləmələri və yalnız rəsmi məlumatlara əsaslanmaları xahiş olunur.